Həzrət Əlinin bir hədisini qeyd eləmək istəyirəm. Deyir ki, səliqəli və təmiz olmaq ağıllı insanın nişanəsidir. Bu Ğurarul Hikəm kitabında keçir. Demək ki, ağıllı insan təmizliyinə diqqət eləyər və şəxsiyyətinə hörmət eləyən insan təmizliyə diqqət eləyər, çevrəsini kirləndirməz. Şəxsiyyətinə hörmət eləyər. Bəli, əlbəttə. Və yaşadığı yerə eyni zamanda hörmətlə yanaşan insan. Başqa bir hədisdə təmizlik imanın açarıdır deyir Həzrət Əli əleyhissalam. Yəni əgər biz iman mənbəyimiz olan, ibadət yerimiz olan məscidimizə bu şəkildə laqeyd yanaşarsaq, o zaman biz evimizə, ailəmizə, çevrəmizə, inancımıza necə hörmətlə yanaşmış olarıq? Daxilimizi nə qədər təmiz saxlaya bilərik? Mənəviyyatımıza nə qədər hörmətlə yanaşmış